Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Növbəti sınağın izahı ilə qarşınızdayım. Mən bugün sizə təqdim olunan sınağın izahını verəcəyim. Aydın olmayan hər hansı bir məqam olarsa rəy bölməsinə yazarsınız. Mümkün qədər cavablandırmağa çalışacağım. Gəlin başlayaq birinci sualımızdan. Bilirsiniz ki, hər il qəbulda bir sualımız Xurşudbanu Natəvan əsərindən düşür. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsəri ilə bağlı klasterdən uyğunluğu müəyyən edin. Məclis ünsüzdə iştirak edir Mamayi və Nəvvab. Təbii ki, Mamayi də Nəvvab da məclis ünsüzdə iştirak edən şairlər idilər. Natəvanın Knyaz Xasa ilə evliliyinə münasibətini bildirir. Bu Nəvvaba aiddir. Bilirsiniz ki, əsərin əvvəlində Nəvvabdan Zahir bəy söhbət edirlər. Zahir bəyə görə Natəvanın əslində Dağıstandan gəlmiş bir ləzgiyə ərə getməsi, bir sünniyə ərə getməsi millətin qürurunu təhqir etmək demək idi. Nəvvab deyir ki, Dağıstanlılar əslində igidmərd xalq olurlar. Natəvan Knyaz Xasaya ərə getməklə heç bir qəbahətli iş görmüş olmur. Amma Mamayının Natəvanın Knyaz Xasa ilə evliliyinə münasibətini bildirməsinə əsərdə yer verilmir. Öz həmvətənlərinin satqınçılığı ilə üzləşir. Bilirsiniz ki, məclis ünsünün nümayəndələri Çar hökuməti tərəfindən təqib olunurlar. Bunun da səbəbi Zahir bəyin məclis ünsü haqqında Fərəc bəyin yanında orada qala rəisinə, yəni İvan Petroviçə verdiyi yalan məlumatlar idi. Bu yalan məlumatlara görə şairlər təqibə məruz qalırlar. Xurşudbanu Natəvanın Fərəz bəyə qarşı olan davranışını təqdir edir. Bu sadəcə Nəvvaba aiddir. Bilirsiniz ki, Fərəz bəy Xurşudbanu Natəvanın sarayına gəlir və Seyid Hüseyni həbs elətdirmək istəyir. Xurşudbanu Natəvan Fərəz bəyin üzünə şillə vurur və onu sarayından qovur. Fərəz bəy də orada tərəddüd qarşısına qalır və çıxıb gedir. Ondan sonra Nəvvab deyir ki, qoy tarix görsün ki, şairə satqınların təhqirini cavabsız qoymadı. Tervahan deyir ki, şairəni təhqir etmək şeiri sənəti təhqir etməkdir. Mirzə Ruhullah deyir ki, şairəni təhqir etmək bütün xalqı təhqir etmək deməkdir. Amma burada Mamayinin fikirlərinə demək olar ki, yer verilmiş olmur. Ona görə də D-ni yazırıq 4-ə. Məclis ünsüzdə düşüncələrinə görə Zahir bəyə qarşı əks mövqedə durur. Bu da yalnızca Nəvvaba aiddir. Bilirsiniz ki, Nəvvab orada Zahir bəyə deyir ki, siz əslində qubernatorun dilmancısınız. Yəni həqiqətən azadlıq sözünün mənasını bilmirsiniz və Nəvvab orada Zahir bəyə deyir ki, siz hələ İslam millətindən, İslam dinini bir-birindən ayırmağı bacarmırsınız. Mamayının isə Zahir bəyə qarşı əks mövqedə durmasına biz şahidi olmuruq. Sonra Abidər mənzumədir. Bunu Zahir bəy deyir, Mamayının şeirinə münasibətini ifadə edir. Ümumiyyətlə, gəlin mən sizə burada maraqlı bir məlumat verim ki, Seyid Hüseyin məclis ünsüzdə həm Zahir bəyin, həm də Mamayının şeirinə münasibətini bildirir. Zahir bəy bir dənə qəzəl yazmışdı. Həmin qəzəldə bir gözəli vəsf eləmişdi. Seyid Hüseyin məclis ünsüzdə qadın azadlığı problemini qaldırır. Deyir, bilirsiniz ki, Cənubi Azərbaycanda şah rejimi bizim qadınlarımızla necə təhqiramiz münasibət bəsləyir. Əvvəlcə siz bu qadınları azad edin, daha sonra onun üstünə şeirlər yazarsınız. Əla, keçsək. Rus hökuməti tərəfindən təqib olunur. Bəli, Rus hökuməti tərəfindən təqib olma bunların üçünə də aiddir. Mamayi şeirinə görə təqib olmuşdu. Nəvvabı da çağırmışlar, ona ağla gəlməz suallar vermişlər və təqib eləmişdilər. Cənubi Azərbaycanda baş verən hadisələrə öz münasibətini bildirir. Cənubi Azərbaycanda baş vermiş hadisələrə münasibətini bildirən bu sadəcə Mamayi olur. Mamayi yazdığı şeirlə sanki Azərbaycanın dərdini tərənnüm edirdi. Cənubi Azərbaycanda qırılan soydaşlarımızdan danışırdı. Amma Nəvvabın Cənubi Azərbaycanla bağlı düşüncələrini ümumiyyətlə əsərdə yer verilmiş olmur. Ona görə istənilən halda bir də cavabımız olacaq C bəndi. Gəldi ikinci suala. Hüseyn Cavidin İblis əsərlə bağlı bir sualda. Bilirsiniz ki, qəbulda da hər il bir sualımız Hüseyn Cavidin İblis əsərindən düşür. Fərqli tipdə bir sual düşür. Hüseyn Cavidin İblis əsərindən verilmiş misralarda bəhs edilən obrazın başqalarına münasibət əsasına qurulan cədvəldəki uyğunluğu müəyyən edin. Bulunub gəlsə o xainə cəbanə yaparsın. Burada xain dedikdə söhbət təbii ki, Arifdən gedir. Bilirsiniz ki, İxtiyar Şeyx nəvəsinin qatilini, ya daha doğrusu qızının qatilini axtarmaq üçün yollara düşmüşdü. Gəlir meşəyə çatır. Meşəyə çatanda Elxan onu görür. Elxan ona yazığı gəlir. Deyir ki, sən nə dilərsənsə mən etməyə hazıram, amma bu fəryadına dayandı. İxtiyar Şeyx də deyir ki, mənim bundan sonra yeganə amalım ancaq intiqamdır. Qatili tapın verir, mən onu öz əllərimlə boğmaq istəyirəm. İblisə sual verir ki, əgər o xain tapılsa sən nə arayacaqsan? Söhbət burada təbii ki, Arifdən gedir. Çünki Arif Xavərin qatili idi. İndi biz Ariflə bağlı doğru fikirləri müəyyənləşdirməliyik. Xavər. İblisdən onun qatilinin kim olması haqqında məlumat alır. Yanlışdır. Belə bir məqama yer verilmir. Burada söhbət Arifin özündən gedirdi. İblis onun tərəfindən hər kəsin içində qatil və oğru olmaqda ittiham edilir. Doğru fikirdir. Deməli, İblis tərəfindən burada onlarla münasibət olmalıdır əslində. İblis tərəfindən müəllimlər
Hər kəsin içində qatil və oğru olmaqda ittiham olunur. Bilirsiniz ki, meşədə olanda iblis öz qiyafəsini çıxarır və tamamilə belə atəşdən ridasında görsənir. Keçir Arifin qabağına, deyir bir zamanlar cəbərut aləmini seyrə çıxırdın, bir qıza vuruldun, meyə mənus oldun, sərxoş oldun, bu yazığın qızını öldürdün, qardaşını öldürdün deyə onu ittiham edir. Rəna onun planları barəsində xidmətçi qiyafəsində olan iblisdən məlumat alır. Bu İbn Yəmin ilə bağlı olan fikirdir ki, Rəna İbn Yəminin xəyanətkar planları barəsində iblisdən məlumat alır ki, hal-hazırda İbn Yəmin onu özünə nikahlamaq istəyir. Burada Arifdən söhbət getmirdi. Rəna ilə yaxınlığından duyduğu narahatlığı İbn Yəmin ilə bölüşür. Doğrudur. Çavuş orada deyir ki, gördüyün Arif bir bəladır, daha müthiş bəla isə bizim əskərdir. Niyə Arifi bəla hesab edirdi? Çünki Arif Rəna ilə çox yaxın idi və İbn Yəminin planlarına əngəl ola bilərdi. İbn Yəmin Rənanı aldatmışdı ki, bu yaxınlarda əskərlər var. Gəl gedək əskərlərə baxaq, yaralılara yardım edək. Rəna da ona inanıb gedirdi. Çavuş da deyir ki, qorxuram ki, Arif bizim bu planımızın üstünü aça. Əskər damağının narahatlığı da ondan ibarət idi ki, Çavuşla İbn Yəmin Rənanın atasını öldürəndə həmin əskər buna şahidlik eləmişdi. Çavuşun bu qorxusu sonradan doğru çıxır və həqiqətən də həmin əskər İbn Yəminin bütün xəyanətkar əməllərini ifşa edir və 2 məktubu da Vasifə təqdim edir və həmin məktublardan da əskərin ifşasından sonra da bilinir ki, Rənanın atasının qatili əslində İbn Yəmin olubdu. Ona görə cavabı 2-də A götürə bilərik. Gəldik 3-cü suala. Çox qəşəng bir sualdır, qəbul səviyyəli bir sualdır. Süreyya və Kazetta obrazları ilə bağlı fərqli hesab oluna biləcək fikirləri müəyyənləşdirməliyik. Gördüyü yuxun onun yaşadığı səfil və ağlı həyatının bədi təzahürü hesab oluna bilməz. Baxın, Kazettanın yuxu görməsinə yer verilmirdi, amma Süreyya əsərdə yuxu görürdü. Süreyyanın əsərdə gördüyü yuxu gələcək olan iki inam ifadə edir. Süreyya görür ki, evlərinə günəş doğubdu. Bu günəş azadlıq deməkdir və onun toxuduğu qızıl qönçələrin hamısı qızıl gülə dönüşübdü, açıbdı və Süreyya artıq yeriyirdi. Xalçaların üstünə doğru gedirdi, amma onlara qıyıb əlini vura bilmirdi. Bu artıq gələcək azad günləri olan İnamın ifadəsidir. Bilirsiniz ki, qızıl qönçələr nə qədər kədərli əsər olsa da, onun sonluğu gələcək olan iki inamla tamamlanmış olur. Ona görə də bir fərqli fikir hesab oluna bilər. Gəldik ki, ürəyində doğmasına və ya doğmalarına qarşı inciklikdir. Bəli, təbii ki, biz bunu yenə də Süreyya aid edə bilərik ki, Süreyya içində babasına qarşı bir küskünlük duyur. Babasını gecədən keçənə qədər gözləyir, amma görür ki, babası gəlmir. Ürəyində babasına qarşı bir inciklik hiss edir. Amma Kazetta ümumiyyətlə valideynlərinin varlığından xəbərdar deyildi. Tənadiyə xanım Kazettanın anası barəsində ona heç bir xəbər verməmişdi, məlumat verməmişdi. Düzdür, anası daima ona məktub göndərirdi, amma heç vaxtda Thenardier məktublar barəsində Kazettaya məlumat vermirdi. Hətta Kazetta Jean Valjeanla söhbət eləyəndə deyir ki, mən elə gəlir ki, mənə ümumiyyətlə anam yoxdur. İşləmək məcburiyyətində qalan bu uşaq obrazının əməyini istismarına yer verilir. Bəli, həm Süreyya, həm də Kazetta işləmək məcburiyyətində qalır və bunların əməyini istismarını əsərdə götürmək mümkündür. Ümumiyyətlə burada uşaq əməyinin istismarından danışılırdı. Süreyyanın əməyi də istismar olunur, çünki o əməyinin qarşılığını ala bilmirdi. O qədər işləməyinə baxmayaraq cəmi 2 qranı alırdı. Ümumiyyətlə o əsərdə əsas mövzulardan biri də uşaq əməyinin istismarıdır. 100% götürəcəyiz, qəbula da düşsə. Hələ ki 1-2 götürmüşük. Bu ortaq cəhətdir. Valideynin ağır həyat şəraitində onu başqasının himayəsinə qoyaraq iş dalınca yollamaq məcburiyyətində qalır. Bu təbii ki ikisinə də aiddir. Bilirsiniz ki, Süreyyanın atası Süreyyanı qoyub başqa bir şəhərə iş dalınca getmişdi və Süreyyanın himayəsini də babasına tapşırmışdı. Və Kazettada da Thenardier xanımın yanına anası onu qoyub getmək məcburiyyətində qalır. Çünki o öz vətəninə gəlmişdi ki, iş tapa bilsin. Tapa bilmədiyi üçün Parisə gedəcəkdi. Ona görə də Parisdə də uşaqlı iş tapması mümkün deyildi. Ümumiyyətlə Kazettanın anası onu qeyri-qanuni yollarla dünyaya gətirdiyi üçün cəmiyyət tərəfindən çox qınağa məruz qalır və uşağını qoyub getmək qərarına gəlir ki, onu da öz keçimini də təmin edə bilsin. Kazettanın anası həddindən artıq fədakar bir obrazdır. Onun üçün hər cür fədakarlığa da qatlaşmış olur. Himayəsində qaldığı şəxs onun anasının yaxşılıqlarına qarşı yamanlıq etməsə diqqəti cəlb edir. Baxın, ümumiyyətlə Thenardier xanımın Kazettanın anasının yaxşılığına qarşı yamanlığı söhbətini götürə bilməzsiniz. Orada Kazettanın anası Thenardier xanıma heç bir yaxşılıq eləmir. Sadəcə bunlar razılaşırlar ki, Kazetta Thenardier xanımın mehmanxanasında qalacaq. Thenardier xanım ona analıq edəcək. Bunun qarşılığında o 6 frank verəcəkdi. 6 frankın yoxsa 7 frank verəcəkdi. 7 frank 6 aylıq verməli idi. 42
frank, 15 frank da əlavə verməlidir xərclər üçün. Toplam səhv eləmirəmsə 57 frank verməli idi. Burada yaşlıqdan söhbət getmirdi. Burada sadəcə qarşılıqlı anlaşma var idi. Həyatından və yaşayışından məmnuniyyətsizliyi həm sözlərində, həm də davranışlarında özünü göstərir. Bu aiddir sadəcə Kazetaya. Kazeta Jean Valjeanla yolda söhbət eləyəndə o həyatından, uşaqlığından danışır. Deyir, mənim balaca bir qılıncım var, qalay qılıncıdır. Hər şey kəsməyə bacarır. Amma Eponinadan Azelma, onlar xoşbəxtdirlər, oyuncaqları var, oyuncaqlarla oynayır. Amma mən isə xidmətçi kimi fəaliyyət göstərirəm. Bunlar deyəndə onun gözündən yaşlar axır və onun sözlərindən aydın olur ki, o həyatından məmnun deyil. Amma Sürəyya nə qədər çətin həyat yaşasa da o heç vaxt həyatından şikayətlənən, gileylənən bir obraz kimi verilmir. Hətta o babasının nağıllarından belə təsəlli tapan bir uşaq obrazdır. Burada olacaq cavab Yebəndi. Eva Zeynalının Tənha Narağacı hekayəsindəki İlyas Əhmədli və Mir Cəlalın Vətən Yaraları əsərindəki təhkiyəçinin obraz əsasına uyğunluğu müəyyən edən ortaq cəhətlərdir, fərqli cəhətlərdir. Gəlin baxaq. Əsər onun xatirələr əsasına oxucuya çatdırılıb ifadəsi bu obraza aid edilə bilməz. Bəli, bu ortaq cəhətdir. Heç birində hadisələr xatirələr əsasında danışılmır. Hər ikisində də real zamanda baş verir. Düzdür, bunların xatirələri var idi əsərdə. Demirəm yoxdur. Təhkiyəçi əsgərinin də Tənha Narağacında İlqar Əhmədlinin də xatirələri var. Amma əsər bunların xatirələri əsasında oxucuya çatdırılmır. Əsərdə bu obrazın atasının taleyi ilə bağlı məqamlar da təsvir edilmişdir. Söhbət Mürsəl müəllimdən gedir. Bilirsiniz ki, Mürsəl müəllim kənddəki azadlıq mübarizəsinin dəstəkçisinə çevrilmişdi. Evlərinə cəmaət toplaşırdı. Mürsəl müəllim onları mübarizəyə sövq edirdi. Amma Vətən Yaralarında atası ilə bağlı təhkiyəçi əsgərin xatirələrini qeyd verilmiş olmur. Bu obrazın uşaqlıq illəri ilə bağlı xatirələr canlandırılmışdır. Hər ikisində var. Vətən Yaralarında təhkiyəçi obraz deyir ki, bəs söyüd ağacından qopan küləklər səslarımı darıyardı, nə bilim mən uşaqlarla gizlən qaç oynayardım və s. Orada uşaqlıq xatirələrinə yer verilir. İlqar Əhmədlinin də atasıyla bağlı uşaqlıq xatirələrinə yer verilmiş olur. Müharibənin aktiv iştirakçısı olan bu obraz doğma torpağını azad etmək üçün mübarizə aparanlardan biridir. Bu fərqli cəhətdir. Baxın, Vətən Yaralarında bizim torpaqlarımız işğal olunmamışdı. Söhbət 2-ci Dünya müharibəsindən gedir, amma işğal təhlükəsində idi. Bax, 1-ci Qarabağ müharibəsi ilə 2-ci Qarabağ müharibəsi də fərqlidir. Tənha Narağacında 1-ci Qarabağ müharibəsində vətəni qorumaq uğruna mübarizə edirdi. 2-ci Qarabağ müharibəsində isə vətəni azadlığa çıxarmaq uğrunda mübarizədən söhbət gedirdi. Vətən Yaralarında bizim torpaqlarımız işğal olunmamışdı. Sadəcə işğal təhlükəsi altındaydı. Biz Sovetə dəstək verirdik. Faşizmə qarşı mübarizə var idi. Tənha Narağacında isə İlqar Əhmədli vətənini düşmənlərdən azad etmək üçün mübarizə aparırdı. Ona görə bu istənilən halda fərqli olmalıdır. Əsər əsasında demək olar ki, bu obraz universitetdən hərbiyə könüllü keçmişdir. Universitetdən hərbiyə könüllü şəkildə keçən İlqar Əhmədli olur, müəllim olur. Universitetdən birbaşa könüllü şəkildə orduya keçir. Hətta anası deyir ki, bəs universitet deyir ki, əgər bir alimin torpağı işğaldadırsa, orada oxumaqdan, karyeradan söhbət gedə bilməz. Amma Vətən Yaralarında təhkiyəçi obraz, Nəsrəddin bunlar tələbə idilər. Onlar hərbi səfərbərlik zəminində orduya gəlmişdilər və universitet həyatlarını, təhsillərini yarımçıq qoymaq məcburiyyətinə qalmışdılar. Daha sonra gəldik Əyə. Hekayənin baş qəhrəmanı olan bu obraz yaralandığı döyüşdə düşmənin məhv olmasına görə sevinir. Baxın, Tənha Narağacında İlqar Əhmədlinin məhv olmasına, daha doğrusu yaralanmasına yer verilmir, amma düşmənin məhv olmasına görə sevinməsinə yer verilir. Bu, Tənha Narağacındakı İlqar Əhmədlinin ödəmir. Amma Vətən Yaralarında təhkiyəçi əsgərin yaralanmasına yer verildiyi halda düşmənin orada məhv olmasına biz şahidi olmuruq. Orada düşmən üzərində qələbəyə, düşmən üzərindəki qalibiyyətə yer verilir. Fikirləri yanlışdır. Biz bu məqamın təbii ki, şahidi ola bilmirik. Gəldik 5-ci suala. Elə-Ven diaqramına əsasən uyğunluq yaradan fikirləri müəyyən edin olmalıdır burada. Həmzənin qıratı qaçırması Koroğludan Bolu bəy qolu. Koroğlun ona etdiyi təklifi və ya təklifləri hiylə hesab edir və geri çevirir. Bu, təbii ki, Həmzənin qıratı qaçırmasına görə doğru fikirdir. Niyə? Orada Koroğlu Həmzəyə var dövlət təklif edir. Deyir ki, mən sənə çoxlu var dövlət verim, mənim atımı özümə qaytar. Amma təbii ki, Həmzə bununla razılaşmır. Deyir, sən Koroğlu, mən atdan düşsən, məni sağ buraxarsan, heç vaxt buraxmazsan və bunu geri çevirir. Deyir, keçəl ağıllı olur, keçəl suya getməz. Yəni, sən məni aldada bilməzsən. Amma eyni zamanda biz Bolu bəy qolunda Koroğlunun Bolu bəy təklifinə və Bolu bəyin həmin təklifi hiylə hesab etməsinə rast gəlmirik.
İştirak etdiyi qolda Həsən Paşanın müttəfiq tərəfləri Xoccanın mənzilində iştirak edir. Bilirsiniz ki, Həsən Paşanın müttəfiq tərəfləri Bolu bəydən Ərəb Reyhan idi və Bolu bəydən Ərəb Reyhanın biz Xoccarın İstanbulda düzəltdiyi məclisdə iştirakının şahidi olmuruq. Koroğlunun ona olan məsləhətinə əməl etməsi ilə diqqəti cəlb edir. Koroğlunun məsləhətinə əməl edən Bolu bəy olur. Bilirsiniz ki, orada Koroğlu Bolu bəyə məsləhət görür ki, əvvəlcə qızı gətirdir, sonra məni ver. Çünki mən Həsən Paşanın başına elə bir oyun açacağam ki, ondan sonra heç vaxt qızı sənə verməz. Amma Həmzəyə belə bir məsləhətinə yer verilmir. Koroğlu özünü ona fərqli bir kimi tanıtmağa cəhd edir. Bu Bolu bəy qoluna aiddir ki, Bolu bəyə Koroğlu özünü qoruqçu kimi tanıtmağa cəhd edir. Amma Həmzənin qıratı qaçırması qolunda təbii ki, biz bu məqamın şahidi ola bilmirik. Koroğluya qarşı onun keçmiş Mehdərinin məsləhətlərindən faydalanır. Bu aiddir Bolu bəyə ki, Mehdər Murtuz Bolu bəyə orada məsləhət verir. Deyir ki, bəs gecə vaxtıdır, Koroğlu fəndfil adamdır, aparıb qoşunu tələyə salarıq, ehtiyatlı olmaq lazımdır. Və Bolu bəy əmr edir, qoşun orada düşərgə salır. Bolu bəy özü qoşun böyüklərlə bir yerdə Çənlibelin ətrafına gəzintiyə çıxır. Orada da təsadüfən Koroğlu ilə rastlaşmış olur. Həsən Paşanın verdiyi vədə etibar etmədiyi üçün tədbirli davranmağa çalışır. 6 hər ikisinə aiddir. Baxın, keçən Həmzənin qıratı qaçırması qolunda Həmzə orada Həsən Paşanın verdiyi vədə etibar eləmədiyi üçün onun dilindən kağız istəyir və Həsən Paşa da ona kağız yazır, möhürləyir, verir. Bolu bəy qolunda da Həsən Paşanın verdiyi vədə etibar eləmədiyi üçün əvvəlcə qızı istəyir, sonra Koroğlunu vermək istəyir. Həsən Paşa da naməni oxuyanda başa düşür ki, Bolu bəy ona qarşı etibarsızlıq edir və qəzəblənir, istəyir ki, Bolu bəyin istəyini yerinə yetirməsin, amma təbii ki, Xoccanın yanındakı nüfuzunu hər şeydən üstün hesab edir və nəticə olaraq qızını Ərzincana göndərmək qərarına gəlir. Amma keçən Həmzənin qıratı qaçırması qolunda Bolu bəy orada Həsən Paşanın verdiyi vədə etibar edir. Deyir ki, əgər burada Xoccarın sözüdürsə, xilaf söz ola bilməz. Mən inanıram ki, siz qızınızı mənə verəcəksiniz, Toqat Paşalığı da mənim olacaq. Amma mənim sizdən istəyim başqadır. Mehdər Murtuzdan Qəcəralını mənə verməlisiniz ki, mən Koroğlunun üzərinə hücuma keçə bilim. Cavab olacaq. 5-də təbii ki, A-bənd. Gəldi 6-cı suala. Bu da yenə salınmış əsərlərdən biridir. Səməd Behrənginin Balaca Qarabağ əsərindəki obrazlar əsasında uyğunluğu müəyyən edin. Saqqa quşu, Balıqudan və Qurbağa. Balaca Qarabağlıq bu obrazdan möhtərəm xanım deyə müraciət edir. Burada söhbət Qurbağadan gedir. Düşünür ki, ehtiyatlı davranmaq yaxşı şeydir. Burada söhbət Balıqudandan gedir. Çünki Balaca Qarabağ onu aldatmışdı ki, mən udmasan, mən ölərəm. Öləndən sonra mən zəhərli olacağam. Məni yesən ölə bilərsən. Balaca Qarabağlıqda bunu deyəndən sonra Balıqudan düşünür ki, ehtiyatlı davranmaq yaxşı şeydir. Hər ehtimala qarşı baxım görüm o məni aldadır ya yox. Çünki o Balaca Qarabağdan şübhələnmişdi. Balaca Qarabağ onun bir gün nadanlıqdan və cəhalətdən qurtulacağına ümid edir. Bu yanlışdır. Qurbağaya deyir ki, sən elə nadan və cahilsən ki, bundan sonra 100 il yaşasan da sənin heç bir zaman qurtulmağına ümid yoxdur. Əvvəlcə Qarabağlığın öldükdən sonra bədəninin zəhərli olması ilə bağlı yalanına inanmır. Baxın müəllimlər, bu təbii ki aiddir Balıqudana. Əvvəlcə inanmır. Balaca Qarabağlığı başqalarını yoldan çıxarmaqda günahlandırıb. Qurbağa da deyir ki, sən mənim balalarımı yoldan çıxardırsan, onları uşaq görmürsən, avam görmürsən və s. Balaca Qarabağlıq tərəfindən əsl siması başqalarına ifşa olunur. Bu da Saqqa quşudur. Balaca Riza balıqlarının əslində onun hiləgər və yalançı olduğunu göstərir ki, o sizi aldadır, heç vaxt sizi xilas eləməyəcək, yəni sizin qurtulmağınıza kömək eləməyəcək. Və Saqqa quşu da Balaca Qarabağlığı Riza balıqlarının əli ilə öldürmək istəyirdi. Amma nəhayətində Balaca Qarabağlıq Riza balıqlarını təhdid edir ki, əgər mənim sözümə qulaq asmasanız bu xəncərlə sizi öldürəcəyəm, sonra da özüm qurtulacağam. Riza balıqlar da çarəsiz qalırlar. Balaca Qarabağlığa uyurlar və Balaca Qarabağ onlara göstərir ki, əslində Saqqa quşu onlara qarşı hilədən istifadə edibdir. Gəldi 7-ci suala. Hüseyn Cavidin İblis və Əhməd Cavadın Səsli qız əsərlərində rast gələn ortaq problemləri müəyyən edin. Öz nəfsinin quluna çevrilən insanların doğmalarına da zərər verməsi bu ortaq problem deyil. Öz nəfsinin quluna çevrilən insanların doğmalarına zərər verməsi mənə İblis əsərində götürərdi. Böyük ehtimaldır ki, orada Xavərdən Arif ər-arvad idilər, artıq doğuma yaxın idilər. Amma yenə də yaxınları yazsaydım yaxşı olardı. Yenə də ortaq deyil. Çünki Səsli qızda biz doğmalarına zərər verən obrazın şahidi olmuruq. Xalqın yüksək təbəqəsinin satqınlıq etməsi, işğalçıya yaltaqlanması bu sadəcə Səsli qıza aiddir. İblis əsərində xalqın yüksək təbəqəsinin satqınlıq etməsi var. İbn Yəmin məsələn satqınlıq eləmişdi. Amma orada hətta Vasifin sözlərindən də çıxarda bilərsən ki, daim onların arasında xəyanət var idi. Amma işğalçıya yaltaqlanmasına biz şahid olmuruq. İngilislərə yaltaq
yaltaqlanan biz xalqın yüksək təbəqəsini görə bilmirik. Belə bir məqam yoxdur. Xəyanət var, amma yaltaqlıq yoxdur. Səsi qızlı isə bilirsiniz ki, qarnı tox tacir başı, şişman xoca, bunlar hamısı yaltaqlanırdı. Bu ancaq Əhməd Cavadın Səsli Qız əsərinə aid ola bilər. Ədalətsiz müharibələrin fəlakətlər gətirməsi həm iblisdə, həm də Səsli Qızda vardı. Səsli Qızda bilirsiniz ki, Sara arqunu itirmişdi. Həmçində insanlar yurtlarından, yuvarlarından didərgin düşmüşlər, zülmə məruz qalmışlar. İblis əsərində də eyni zamanda müharibələr fəlakət gətirirdi. Yaralı zabit heçlərin üstündə ərəb zabitini öldürür. Əslində ərəb zabiti sevinirdi ki, səfərbərlik qutardı, öz doğma torpaqlarına geri dönəcəklər. Buna görə sevinirdi. Amma yaralı zabit onu öldürür. Əslində belə baxanda müəllimlər həmişə soruşurlar ki, niyə ərəblər həmin dövrdə Osmanlının yanındaydılar? Çünki Osmanlı o qədər böyük qüdrətli bir hökmdarlıq idi ki, hətta ərəbləri belə özlərindən asılı vəziyyətə gətirmişdilər. Həmin vaxtda ərəblər Osmanlının tərkibində idilər. Əgər Osmanlı döyüşürsə, deməli hərbi səfərbərlik var və onlar qoşunlarından köməyə gəlməli idilər. Təbii ki, orada ərəblərin xəyanətinə də, Bolqarların xəyanətinə də yer verilmiş olur. Bəşəriyyətin başına gələn bəlaların elə insanların əlilliklə də baş tutması bu doğrudur. Belə məqama yer verilir. Pul və sərvət hərisi olan insanların var dövlətə görə cinayət törətməsi. Pul və sərvət hərisi olan insan, bu Əhməd Cavadın İblis əsərində İbn Yəmindir ki, buna görə cinayətlər törədirdi. Hətta yəni səbəbiyyət verirdi. Amma Səsli Qız əsərində biz qalib şahı pul və sərvət hərisi biri kimi götürə bilmirik. Çünki belə bir məqamı şahid olmuruq. O daha çox qəddar və qaniçən biri fonunda verilir ki, qəddar idi, qaniçən idi və ancaq qan istəyirdi. Başqa amalı və məqsədi demək olar ki, yox idi. Günahsız insanların haqsızlıqlarla üzləşməsi təbii ki, bu hər bir məqamda var. Deməli, gəldik 8-ci suala. Çox maraqlı sualdır 8-ci sual. Səməd Vurğunun Vaqif dramındakı İbrahim xan və Şah Qacar obrazları əsasında uyğunluğu müəyyənləşdirməliyik. Bir tərəfdə Şah Qacardır, bir tərəfdə İbrahim xandır. Mənsub olduğu nəsli nəcabəti ilə öyünən Şah Allahlıq iddiasında olur. Doğru fikirdir. Şah Qacar bilirsiniz ki, mənsub olduğu nəsli nəcabəti ilə öyünür. Deyir ki, mən Qacar nəsliyəm, şahlar şahyam, mən də yer üzünün bir Allahıyam. Bunu hətta Səsli Qız əsərində məğlub hökmdardan ortaq götürə bilərsiniz ki, o da Allahlıq iddiasındaydı və ölkənin pənahı hesab olunurdu. Eldarı məhv etmək üçün ətrafındakı kəndlərdən aldığı dəstəyin qarşısını almağı düşünür. Bax, bu çox möhtəşəm bir məqamdır. Niyə? İbrahim xan Eldardan qurtulmaq üçün birinci dəfə İlyası göndərir, amma İlyas birinci dəfə gedəndə onun fəaliyyəti uğursuzluqla nəticələnmişdi. İbrahim xan soruşur ki, sən Eldarı niyə öldürə bilmədin? Deyir, çünki Eldar durmadan yerini dəyişir, başına adamlar həddindən artıq çoxalıbdır, bir də kənd cəmaatı ona həddindən artıq dəstək verir. Bilirsiniz ki, içində bir məsəl var ki, qaçağı el özü saxlar. Onda İbrahim xan deyir ki, gəlin ətrafdakı kəndləri yandıraq, Eldarın aldığı bütün dəstəyin qarşısını kəsə, beləliklə də onların hərəkatı sona çatsın. Baxın, bunlar dağda yaşayırlar. Dağda yaşayan adam əkə bilməz, becərə bilməz. Bunlar qaçaqdılar. Təbii ki, bunlar yeməlidirlər, içməlidirlər, bunlar döyüşürlər, bunların gücü olmalıdır, qüvvətisi olmalıdır. Yaxşı, bunlar acından ölürlər, necə mübarizə apara bilərlər? Təbii ki, kənd cəmaatı xəlvət şəkildə onlara çörək verirdi, onlara yardım edirdi. Hətta bu məqamı siz müqayisə edə bilərsiniz müəllimlərinizdən, Namərd Gülləsi əsərindən. Orada da bilirsiniz ki, Niftalı Çoxanı çağırırdılar, üzünü danlayırdılar ki, filan qoçağa niyə çörək veriblər, niyə qaçaq Kərəm kürü keçib qalxıbdı, nə bilim, harasa və s. Ona görə də bu doğru fikirdir. Vaqifdən intiqam almağa çalışdı da buna nail olmağa bacarmır. Bu möhtəşəm bir punktdur. Baxın, bu punkt yanlışdır. Niyə? Bu punkt aiddir sadəcə Qacara. Həm İbrahim xan, həm də Şah Qacar Vaqifdən intiqam almağa çalışan obrazlardır. Qacar Vaqifdən intiqam almağa çalışır. Oğlu Əlibəy birinci onun gözü qarşısında öldürtməyə çalışır. Bilirsiniz ki, Vaqif durmadan deyirdi ki, sən sonsuzsan, sənin övladın olmur. Təbii ki, Vaqif də düzələmirdi. Kişi kimi mübarizə apardı. O nədir ki, cəmaatın o qüsurunu üstünə vurursan? Qacar da onun oğlunu öldürtdürərək ona gözdağı vermək istəyirdi. Daha sonra da Vaqifin canını alacaqdı. Amma İbrahim xan bilirsiniz ki, Vaqifdən intiqam almağı bacarır. İbrahim xana bunu şeyx məsləhət görür ki, gəlin Xuramanı bağrınızda bassın, ilham sazı qırılsın Vaqifin. Və Vaqifin orada ilham sazı həqiqətən qırılır. Vaqif orada Xuramanın xəyanətindən sarsılır. Amma Vaqif Xuramanın xəyanətini bağışlamağı da bacarır ki, Xuraman şöhrətə şana uysa da əslində bunların hamısına səbəbkarı Zamanədir. Öz elinə, dilinə nifrət edən bu obraz Nizamiyə Füzuliyə kinə ilə yanaşır. Doğrudur. Bilirsiniz ki, Qacar öz milli mənsubiyyətinə, öz dilinə nifrətlə baxan biridir. Bunu vəzirədir ki, mən çoxdan onu öz başımdan atmışam. Mən artıq demək olar ki, Azərbaycanlı deyiləm. Nizamiyə bax, Füzuliyə bax deyə orada rişxənd eləyir. Vaqif də deyir, dayan, sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş.
Bunu bax bilsin. Vəzirdir ki, ayağı patavalı kiçik bir ölkə, böyük firdevslər yaratdı bəlkə. Vaqif də deyir ki, sizin güldüyünüz çoban torpağı üstündə min deyil, çiçək yetirmiş, nizamilər, füzulilər yetirmiş. Qacar da deyir, nizamiyə bax, füzuliyə bax. Vaqif də deyir ki, günəşi örtsə də qara buludlar yenə də qüdrətini özündə saxlar. Vaqifin təklifləri ilə razılaşmır, onun qarşısına şeyxin mövqeyini müdafiə edir. Bəli, Vaqif deyir ki, gəl mədrəsə açaq, məktəb açaq, uşaqlar məktəbə getsinlər, dağların döşündən yollar çəkilsin, insanlara vicdan azadlığı lazımdır. İbrahim xan deyir, yox, bunlar lazım deyil. Şeyx düz deyir, xalq ayılan zaman haqqını anlayır, bu da bizə sərf eləməz. Şeir sənət ustası kimi yüksək dəyərləndirir, Vaqifə vəzirlik təklif edir. Bəli, əslində Qacar Vaqifi şeir sənət ustası kimi yüksək dəyərləndirir. Deyir ki, Vaqif şeir sənət ustasıdır. Vaqifə vəzirlik təklif edirmi? Vaqifə vəzirlik təklif edir. Bu məqam varmı? Yoxdur. Yoxdur bu məqam. Çünki Vaqifə orada sadəcə bütün Qarabağ sarayını, xanlığı təklif edir ki, əgər sən fars dilində yazmağa razısansa, mən bütün Qarabağ xanlığını sənə verməyə hazıram. Bundan sonra hər şey sənin olsun. Buranı sən idarə elə. Orada Qacar Vaqifin onun vəzir olmasını istəmirdi. Bunu deyən müəllimlər səhv deyirlər. Yoxdur belə bir punkt əsərdə. Amma deyir, həqiqətən də idrakınızı sınayırdım. Doğrudan da yaradan sizi xoş yaradıbdı, yaxşı yaradıbdı. Deyir, hər sözü, söhbəti ölməz əsərdir, deyir. Tacını, taxtının əlindən alınacağı qorxusu yuxularında da onu rahat buraxmır. Müəllimlər, bu fikir yanlışdır. Çünki İbrahim xan yuxuda tacının, taxtının əlindən alınacağını görmür. Orada İbrahim xan qorxurdu ki, Eldar ondan qisas ala bilər, Eldar onu öldürə bilər. Orada taxtının, tacını itirdiyini yuxusunda görmürdü. Xanəndələrdən Vaqifin şeirlərindən bir parça səsləndirməsini istəyir. Bu yanlışdır. Orada sadəcə İbrahim xan da, Qacar da xanəndəyə deyir ki, bir parça oxu. İkisi də təsadüfən, yəni indi Vaqifdən oxuyurlar. Gəldik 9-cu və 10-cu suala. Hüseynovun Dalvar əsərindəki obrazlardan yalnız Hüseynovun neydi? Üzrlü sayın. Talvar əsərindəki obrazlardan yalnız biri üçün doğru olan fikirlər müəyyənətini qarışdırmışam. Müharibədə iştirak etməsi. Müharibədə iştirak etməsi həm Fəthullaya, həm Ağa Muxtara aiddir, ikisinə aiddir. Uşaqlığının xatırlanması həm Ağa Muxtara, həm Əlabbas kişiyə aiddir. Əlabbas kişi Ağa Muxtarın da öz uşaqlığının da xatirəsini yadına salır, xatirəsini bizimlə bölüşür. Əlabbas kişinin satıcılıq fikrinə qarşı çıxması, bu həm Ağa Muxtara, həm də Fəthullaya aiddir, iki obraza aiddir. Əlabbas kişinin ustalığının daşını atmasının zamanı gəldiyi qənaətində olması, bu həm Ağa Muxtara, həm də qonşuları Alxas bəyə aiddir, Alxas kişiyə aiddir. Başqalarının nə deyəcəyini önəmsəyən biri kimi təqdim olunması, təbii ki, bu aiddir sadəcə Ağa Muxtara. Ağa Muxtar atasının satıcılıq eləyəcəyini düşünəndə deyir ki, dost var, düşmən var. Bu nə deməkdir? İndən sonra sən aparıb mişar, çəkic satacaqsan, atasına bu sözü deyir. Orada başqalarının qınağından da deyəcəyində çəkinən, bunu önəmsəyən Ağa Muxtar olur. Yeni nəslin maraqlarının bir-birinə fərqləndiyi qənaətində olması, bu təbii ki, aiddir Əlabbas kişiyə. O gəlib alətləri birinci gün satanda görür ki, dünya yaman dəyişibdir. Uşaqlar artıq çəkicə, mişara meyl eləmir. Onların gözəl vedrələri, tüfəngləri, oyuncaqları var. Başqalarına qarşı yardımsevər və qonşuluq münasibətlərinə önəm verən biri kimi canlandırılması, bu sadəcə Əlabbas kişiyə aiddir ki, yardımsevərdir. Bilirsiniz ki, balaca xanım üçün bir dənə skamya, bir dənə talvara hazırlayır. Qonşuların qapı bacalarını səliqəyə salır, onlara yenidən kömək eləyir. Amma burada başqa yardımsevər obraza yer verilmir. Atasının sənətinin davamçısına çevrilməsi heç birinə aiddir. Bilirsiniz ki, Əlabbas kişi öz atasının sənətini davam elətdirmir. Onun atası buruq ustası olur, amma təbii ki, Əlabbas kişi dülgər idi. 5, 6, 7 cəbəndə desək, 9-da doğru demiş olarıq. Hərf səhvlərini orada sonra düzəldirəm. Bəzən gözümdən qaçır. Mirzə İbrahimovun gələcək gün əsərlə bağlı cədvəldən uyğunluğu mənidir. Doğrudur, yanlışdır, bu şəkildə məni eləyəcək. Qoyun sürüsünə bənzətdiyi kənd cəmaatına yeni bölgünün nə üçün dəyişdirildiyini açıqlayır. Bu doğrudur. Deyir, qoyun sürüsü kimi bir-birinizə dəyməyin. Kənd cəmaatını açıqlayır ki, bəs ağanın borcu var, vergisi var, dökəri var. Hamısı da ağzını açıb yemək istəyir. Bizim başqa yolumuz yoxdur. Musa kişini ərbaba kənd cəmaatını ayaqlandırmağa çalışan biri kimi təqdim edir. Belə bir məqam yoxdur əsərdə. Musa kişini Hikmət Sifani qarşısında
qarşısına yalan danışmaqda günahlandırır. Belə bir məqam yoxdur. Kəndlərdən etiraz edənlərin tutulması ilə bağlı Kürd Əhmədə tapşırıq verir. Belə bir məqam yoxdur. Buğdanı uğurlanmaqda ittiham etdiyi kəndlini susturmağı bacarır. Bəli, doğrudur. Musa kişinin buğdanı uğurlanmaqda ittiham edir. Deyir, ay kişi, sən Allaha inansaydın, gecə vaxtı dəzlənmiş buğdanı uğurlayıb evinə aparmazdın. Sən Allaha da inanmırsan, yeri 7 addım say, gəl Qurana and iç. Musa kişi də Qurana and içmir. Musa kişinin haqlı çıxışlarını orada susturmağı bacarır və Musa kişi etiraz elədiyi üçün onun gözlərində dərin bir peşmançılığın izi var idi və Firudun qabağa durur, Musa kişini 200 çubuq cəzasından qurtarır. Deyir ki, əslində Musa kişi bulağa su gətirməyə getmişdi. Mən Vəli qoşmaq istəyəndə ayağım xalq birə dəydi və mən dəcin üstünə yıxıldım. Baxın, orada nə məqam vardı? Orada belə bir alətdir, piramida formasında olur, üstündə də belə şəkillər olur, qırıq-qırıq şəkillər olur. Buğda yığılandan sonra gəlib onun hər tərəfinə bu möhrü basırlar, buğdanın üstündə həmin möhrün izi qalır. Əgər orada bir hissədə fərqlilik varsa, bilirlər ki, buradan buğda uğurlanıbdır. Yəni, buğdanın artıq möhrü vurulur. Gəlib görürlər ki, buğda dəcinin qırağında həmin möhür yoxdur. Deyirlər ki, yəni sən uğurlamısan. Əslində, bu Mübaşir Məmmədin oyunu olur. Mübaşir Məmmədin Gülnaza gözü düşür, onu öz məşuqəsi eləmək istəyir. Bu da alınmır. Ona görə də Musa kişiyə durmadan şər atır, böhtan atır. Hətta orada əsərin orijinalında elə dəhşətli şeylər var ki, Musa kişinin evinə gedir gecə vaxtı xəlvətcə, yəni Gülnazı götürüb qaçmaq istəyir. Yəni arvadı kimi yox da, başqa mənada. Yəni çox hadisələr olur. Ondan sonra Musa kişi didərgin düşür, onu sürgün eləyirlər, ailəsini dağıdırlar, hərəsi bir diyara düşür, Musa kişinin uşaqları ölür və s. Kənd cəmaatının ayağa qalxıb bölgəyə etiraz etməsinə Firudunu günahkar bilir. Xeyr, belə bir məqam əsərdə yoxdur. Sadəcə deyir ki, ədə, sən nəçisən deyir, sən köhnə bazara təzə nıq qoymaq istəyirsən. Müqayisə cədvəlinin tələblərini nəzərə alaraq boşxanalara yazıla biləcək fikirləri uyğunlaşdırın. Rüstəm bəy Müsibət Fəxrəddin də Vəzirov, Cahandar ağa Dəlikür təhsil aldığı üçün övladının düşüncələrinin dəyişdiyini düşünür. Bəli, doğrudur. Cahandar ağa Əşrəf haqqında düşünür ki, yəqin o təhsil alıb deyə belə fərqli düşünür. Hətta Cahandar ağa Əşrəfi tamamilə Qori müəllimlər seminariyasından çıxartmaq istəyir ki, o öləndən sonra başını papaqlı biri onun yurdunun üstündə qalsın. Etdiyi səhvlərini dərk etməyə bacaran bu obrazın peşmançılığına yer verilir. Hər ikisi də səhvlərini dərk etməyə bacarırdı. Rüstəm bəy başa düşür ki, Mahmudu qan davasına sövq eləməklə yanlış edibdi və səhvini dərk edir, sonradan peşman olur. Cahandar ağa da səhvlərini dərk edirdi. Elə ilk anda dərk eləmişdi ki, o səhv eləyibdi mələyə qaçırmaqla və çox peşman olur o. Amma sonraki peşmançılıq fayda vermir. Rəiyyətə qarşı münasibətdə öz sinfi mövqeyindən çıxış edir. Bu Cahandar ağaya aiddir ki, o nə qədər yaxşı insan olsa da vətənpərvər olsa da, kəndlilərinə yuxarıdan aşağı baxırdı. Bir mülkədar kimi davranırdı onlara. Hətta Əşrəf gəlir ki, gəl biz torpaqlardan pay verək onlara. Onların da öz torpağı olsun, əksinlər becərsinlər. Cahandar ağa deyirsən, sən başını oxumaq xarab eləyib, gəl mənə deyirsən ki, mən torpaqlarımı verim, özüm acından qırılıb. Rəiyyətə qarşı münasibətdə öz sinfi mövqeyindən çıxış edir, dedik. Namuslu yaşamağı hər şeydən üstün hesab edir, el qınağından, işğəlindən çəkinir. Bu Rüstəm bəyə, daha doğrusu üzrstəm, Cahandar ağaya aiddir ki, Cahandar ağa namuslu yaşamağı hər şeydən üstün hesab edir, el qınağından, işğəlindən çəkinir. Ümumiyyətlə, Cahandar ağa əsərdə elə bir obrazdır ki, etdiyi hər şeydə birinci olaraq cəmaatı nəzərə alır. Məsələn, bacısını öldürür ki, cəmaatın üzrə çıxa bilsin. Qəmərin intiqamını alır ki, Mələkəyə başı dik qalxa bilsin, Mələkəyə başı dik çıxa bilsin. Amma Rüstəm bəyin başqalarının qınağından çəkinməsinə əsərdə yer verilmir. Bəli, Rüstəm bəy namuslu yaşamağı hər şeydən üstün hesab edir, amma el qınağından, rişxəndindən çəkinir deyə bilməzsən. Doğmalarını qisas uğruna qurban verməkdə bir an belə tərəddüd etmir. Rüstəm bəy bir an belə tərəddüd etmir. Rəşid öldü, Mahmud öləndə nə olacaq? Rəşid getdi, Mahmud gedəndə nə olacaq? Rüstəm bəy intiqam uğrunda övladlarını qurban verməkdən çəkinən bir ata deyil. Düşüncələrinə görə övladının biri ilə eyni əqidəyə sahib olsa da, digərlə zid mövqedə dayanan valideyn kimi təqdim olunur. Bu hər ikisinə aiddir. Baxın, Rəşid Rüstəm bəyin eyni obrazıdır. Mahmud Rüstəm bəydən fərqlənir. Adı neydi? Şamxal. Şamxal Cahandar ağadan eyni əqidəyə malikdir. Hətta Cahandar ağanın varlıq uğrunda mübarizəsini davam elətdirən Şamxal olur. Yəni silahla, tüfənglə Çar Rusiyasına qarşı gələn Şamxal olur. Əşrəf isə maarifçilik yolunu seçir. Deyir, bundan sonra mən bu paltarları əynimdən çıxarmayacağam, mənim yolum budur. Şamxal da silahı götürür. Əşrəfə deyir ki, sən evə qayıt, mən artıq qayıtmayacağam. Cahandar ağadan Şamxal eyni əqidəyə sahib idilər. Amma Cahandar ağadan Əşrəf fərqli əqidəyə sahib idilər. Hətta Cahandar ağa deyir ki, Şamxal özümü oxşuyubdur, amma bu it küçüyü deyir, anası tərəfə çəkibdir.
İntiqamı nökər tərəfindən alınan mülkədar kimi təqdim olunur. Bu Rüstəm bəyə aiddir. Bilirsiniz ki, orada Mahmudun intiqamını alan olur kim? Əhməd olur. Əhməd gedir, ağasının intiqamını alır. Bəli, biz bunu götürə bilərik. Çünki onun oğlunun intiqamı var idi. Bunu da alan olur Əhməd. Gəldi 12-ci suala. Mikail Müşfiqin həyat sevgisi ilə bağlı cədvəldə verilmiş fikirlərdən yalnız biri doğrudur. Təbiətin təzada təsvirinə yer verilir. Təbiət varlıdır, təbiət xəsis, işlədərkən onu sən ey mühəndis. Mən də bu qartdaşlara verdiyim bu iz, bu incə mənada necə əl çəkim deyir. Hacı Tufan fikri ilə mövcud quruluşun siyasəti ifşa olunur. Yanlışdır. Hacı Tufan orada mövcud quruluşun siyasətinin ifşası deyil. Həyatda yaşadığı keşməkeşli günlərdən söz açır. Yanlışdır. Sadəcə həyat dedikləri bu keşməkeşlərdən. Həyat çəkişmədir. Həyat mübarizə meydanıdır. Belə deyir. Mühəndisdən təbiətin gözəlliklərinin toxunmamasını istəyir. Əsərdə belə bir məqam yoxdur. Bülbül şən nəğmələr oxusa da lirik qəhrəman təlaşlı duyğular yaşayır. Burada bülbülün şən nəğmələr oxumasına yer verilmir. Xəzan acısına edib təhəmmül, gülün kölgəsində ötəndə bülbül, həyat həyat deyə çırpınır könül, həyatdan necə əl çəkim deyir. Bu məqam müşahidə oluruq. Vətənin dağları, bağlarını və müxtəlif gözəlliklərini tərənnüm edir. Dağlarını, bağlarını, müxtəlif gözəlliklərini tərənnüm edir. Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəkliklər, ayna bulaqlar, bir yanda nə bilim bağlar deyir. Nə deyir bağlar? Nəsə bağlar deyir. Mən bundan necə əl çəkim? Çiçəkli bağlar deyir. Şair dünyanın faniliyindən, həyatın sürətlə keçməsindən təəssüflənir, ötən zamanlardan doymur. Bu sadəcə Heydər Babaya aiddir ki, zaman tez keçir, üfüqlərdə toz salır və s. Kainat ixtiyar sirli soraqlı əzəldən yaranıb tamaşa dünya. Bu əsərə aid deyil. Bu Səməd Vurğun əsərinə aiddir. Bu əsərə aid deyil. Gəldi 13-cü suala. Çingiz Aytmatovun Manqurt əsərində Nayman ana obrazı oğlunun başına gələn faciə münasibətinə görə qəbilən digər üzvlərindən fərqlənir. Bəli, digər üzvlər fikirləşirdilər ki, Manqurt 100% ölübdür. Çünki o ya susuzluqdan ya da aldığı yaradan həyatını itirə bilərdi. Çünki orada Manqurt yaralanmışdı, Jolaman yaralanmışdı. Ümumiyyətlə Jolamanın orada mübarizəsi şəxsi mahiyyət daşıyırdı. Atasının intiqamını almaq üçün bilirsiniz ki, janlarla döyüşə qatılmışdı, döyüşdə məğlub olmuşdu və yaralanmışdı. Daha sonra isə onun başına gələnlərdən digərlərinin xəbəri olur, çünki döyüş meydanında görürlər. Hamı elə fikirləşir ki, o ölüb, amma ana fikirləşir ki, ölməyib. Çünki at çıxıb getmişdi, at salamat idi, öz sürüsünə geri qayıtmamışdı. Çünki at yaralanmamışdı. Mütləq ki, sürüyə də olsa cəsədi gətirməli idi, o öz ilxısına geri dönməli idi. Atların xüsusiyyəti budur. Səhvlər etsə də növbəti addımlarında ehtiyat igidin yaraşıqlı düşüncəsi ilə hərəkət eləməyə çalışır. Xeyr, növbəti dəfə ana yenə də səhvlər edir. Oğluna layla oxuyanda fikri gedir və bir də görür ki, uşaqlar gəlir. Növbəti dəfə yenə də ana tədbirsiz davranır. Oğlunun uşaqlıq xatirələrindən bəhs edərək yatmışlığını oyatmağa çalışır. Bəli, sən atanla ox atmağın var idi. Atan adı Dönənbaydır, sən ox atmağı öyrədirdi. Sən adın Jolamandır. Sən Naymanların böyük köçü zamanında olmusan. Biz deyir, o həmin vaxtı köçü saxladıq. 3 gün, 3 gecə biz orada bayram elədik. Jol böyük yol deməkdir. Jolaman sözünün mənası böyük yoldur. Ana orada Jolaman sözünün mənası onu izah edir. Manqurt atasından onun döyüşlərindən, şücaətdən fəxrlə bəhs edir. Döyüşlərdən, şücaətdən bəhs eləməsinə yer verilmir. Manqurt sözünün mənasını oğluna izah etməyə çalışan ana, burada Manqurt sözünün mənasını izah eləməyə çalışmır. Jolaman sözünün mənasını izah eləməyə çalışır ki, sənin adın Jolamandır. Jolaman əslində böyük yol deməkdir. Sən Naymanların böyük köçü zamanında olmusan deyir. Amma bəli, ana övladını qəbiləsinə geri qaytarmaq üçün səy göstərir. Fikirləşir ki, o qəbiləsinə geri qayıtsa, bəlkə də yatmış şuuru oyana bilərdi. Hamının razılaşdığı ilə anası razılaşa bilmirdi. Müharibə meydanında övladının başına gələnlərdən xəbər olsa da, onun ölməsinə şübhə ilə yanaşırdı. Bəli, doğrudur. Ana ümumiyyətlə övladının başına gələnlərdən xəbərdar idi. Çünki başqaları danışmışdı ona. Ümumiyyətlə Jolamanı axtarırlar uzun müddət, amma tapa bilmirlər. Tapa bilməyəndə fikirləşirlər ki, o artıq ölmüş olacaq. Hamı razılaşdı da ana bununla razılaşa bilmir. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. O dağ arxasına çıxan bir aydır. Yanında ulduzlar alay-alaydır. Günəş çeşməsidir böyük hökmdar. Onunla canlanır bizim çəmənzar. Qəşəng bir nümunədir, maraqlı bir nümunədir. Görün bu nümunənin üzərində siz nə qədər məlumat öyrənəcəksiniz. Gəlin baxaq. Qəbulda bir sualımız təsvir və ifadə vasitələrinə aiddir. O dağ arxasından çıxan bir aydır. Bənzəyən, bənzədilən təşbih var. İki predmet eyni anda iştirak edir. Yanında ulduzlar alay-alaydır. İzdihamlı mənasındadır. Böyük dəstələr halındadır. Burada metafor var.
Günəş çeşməsidir bizim hökmdar. Hökmdarı günəş çeşməsinə bənzədir. Burada metafor var, təşbih var, üzr istəyirəm. Böyük hökmdar ifadəsində epitet var, məcazlıq yaradır. Onunla canlanır bizim Çəmənzar. Çəmənzar dedikdə dövlət nəzərdə tutulur, ölkə nəzərdə tutulur. Ad dəyişmədən istifadə olunmayıb burada. Bu metonimə deyil, bu köçürmədir. Bu metaforun ikinci bir növüdür. Bənzəyən atılır, bənzədilən gəlib onun yerini tutur. Hətta nə deyirlər buna? Bax, məsələn, gülüm, çiçəyim, övladına quzum deməyim. Bunlar hamısı metaforun digər növüdür. Metaforun ümumiyyətlə 2 növü var. Əgər bunun haqqında sizə qaranlıq qalan nəsə varsa yazarsınız. Mən sizə link atarım. Bunu geniş şəkildə izah elədiyim bir videom var və orada hər bir inci məqamı da qeyd eləmişəm. Aha, deməli təşbih, metafor və burada epitetdən istifadə olunub. Eyni məcaz növündən həm birinci, həm də üçüncü misrada istifadəyə yer verilib. Təşbih var. Bənzəyənin atıldığı, bənzədilən bənzəyənin yerini tutan məcaz növü burada bizim Çəmənzar söhbətidir. Burada nəzərdə tutulan saraydır, yəni dövlətdir. Dövlətin elə bir ki adı qoyulur bir kənara, bənzəyən atılır. Bənzədilən Çəmənzardır. Çəmənzar gəlir dövlətin yerini tutur. Burada niyə Çəmənzara bənzədib? Çünki dövlət çiçəklənir və dövlət daha da xoşbəxtdir. Bu köçürmədir. Ad dəyişmədə heç vaxt bənzətmə köçürmə olmur. Sözün təsir gücünü artırmaq üçün ona məcazi mənalı tənəccü artırılmamışdır. Böyük hökmdar artırılmışdır. Həm sadə, həm mürəkkəb məcaz növünə istifadəyə təsadüf edilir. Sadə epitet təşbih, mürəkkəb metafor. Müxtəlif misralarda söz və ifadənin məqsədli şəkildə təkrarına yer verilmişdir. Alay-alay təkrir sayılmır. Bu yanlışdır. Bizim cavabımız nə olacaq? 1, 2, 4 cavab olacaq cəvabında. Ümumiyyətlə yadınızda saxlayın ki, əziz müəllimlər. Əgər eyni söz təkrar olunursa, daha doğrusu mürəkkəb sözlərin tərkibində nə təsvir vasitəsi, yox, fikrimi toplaya bilmədim. Mürəkkəb sözlərin tərkibində təzaddan təkrar axtarmayın, yoxdur. 15 maraqlı olsun deyə yazmışdım 15-ci sualı. Axundzadənin Aldanmış Kəvakib əsərindən verilmiş hansı epizodlar Yusif Sərracın islahatlarının, əmrlərinin həqiqətən də həyata keçirildiyini sübut edir? Qoşun xalqının xidmətçilərinin məvacibi əsla çatmamış qalmasın ki, səltənətin nöqsanıdır, bəlkə həmişə vilayətin xəzinəsindən təqsirsiz verilsin. Burada hələ biz qərarı görürük, icrasını görmürük. Vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxararaq onu qənimət bilməyə fürsəti fövt eləmədilər. Yəni artıq rüşvət alanlar, vəzifəsindən sui-istifadə edənlər qovulmuşdular və onlar üsyana başlamaq istəyirdilər. Bu sübut eləyir. Bilikli adamlardan, mahir quyu qazanlardan bir müşavirə məclisi düzəldilib. Qəzvinə su çıxarmaq üçün danışıq olsun, tədbir və təkliflər paşaya təqdim edilsin. Yanlışdır. Belə hələ ki bu təklifdir. Hələ ki bu əmrin icrası deyil. Şah meydanında cəlladların adam şaqqalamalarını, dardan asılmalarını və göz çıxarmalarını müşahidə etmədilər. Bəli, demək ki, Yusif Sərrac birinci dəfə vilayət hakimlərinə təkidli hökm və elannamə göndərmişdi ki, heç kimin qulağı burnu çıxarılmasın. Bunu müşahidə oluruq ki, bu artıq yerinə yetmişdi və həqiqətən də artıq heç kim haqsız yerə cəzalandırılmırdı. Əmr etdi ki, hər yerdə yollar təmir olunsun, lazımi məqamlarda və mənzillərdə körpülər, karvansalar tikilsin, hər vilayətdə xəstəxanalar qayrılsın, mədrəsələr açılsın, su yerlərə su çıxarılsın. Bu hələ ki əmrdir. Yeni yetirilməyib. Mollabaşı Axundsəməd Ərkin zindanında dustaqxana məmunu eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər. Qüssədən birdən-birə həlak oldu. Bəli, yeni bir əmrin icra olunması ilə Molla Ramazan yeni molla olmuşdu. Bu da əmrin icrasını sübut edən məqamlardan biridir. Əla. Belə, ümid edirəm izah sizin üçün aydın və faydalıdır. Yenə də başa düşmədiniz. Hər hansı bir məqam olarsa rəy bölməsində qeyd edin. Mən mümkün qədər baxıb hamınıza cavab yazmağa çalışacağım. Olmasa siz hər halda hamınız bizim nömrələrimizi bilirsiniz. Əlaqə saxlayıb məndən məlumat ala bilərsiniz. Ümid edirəm ki, imtahana az qalmış böyük səylə çalışacaqsınız. Bu sınaqlar sizi motivasiyadan salmaq yox, sizə yol göstərmək məqsədlə yazılıb ki, imtahan hansı formada, hansı prinsiplərlə düşə bilər. Bu imtahanlarda mümkün qədər faydalanın. Bunlara rəqabət gözündən baxmayın və öz səviyyənizi bunlarla mümkün qədər ölçüb həvəsdən düşməyin. Allah'a əmanət olun. Hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, imtahanda da yaxşı nəticələr göstərəcəksiniz.